Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rəhman və Rəhim olan Allahın ismiyle həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Uca Rəbbimiz Quran-ı Kərimdə buyurur: "Və men əhsanu qawlan mimmen da'a ilallah və amilə salihan və qala innəni minəl muslimin." Allaha tərəf çağıran, salih əməl edən və həqiqətən mən müsəlmanlardanam deyən kəsdən daha gözəl sözlü kimdir? Huvə səmməkumul muslimin min qablu və fi həzə. O sizi bundan əvvəl də nazil etdiyi kitablarda, bunda da Quran-ı Kərimdə də müsəlmanlar adlandırdı. Allahın verdiyi bu ad, müsəlman adı ən şərəfli kimlikdir. Bu ad Allahın seçdiyi addır, Allahın bizlərə verdiyi addır. İnsanların icad etdiyi deyil, insanların uydurduğu deyil. Bu ad Allahın seçdiyi addır. Allah peyğəmbərlərini də bu adla isimləndirmişdi. Adəmi, Nuhu, İbrahimi, İbrahim nəslini və İmran ailəsini. Özünü məzhəb ismi ilə tanıtmaq, Allahın verdiyi ümumi kimliyi bəyənməmək deməkdir. Uca Allah Quran-ı Kərimdə buyurur: "İnnəd-dinə indəllahil-İslam." Həqiqətən Allah yanında din İslamdır. "Yə eyyuhəl-ləzīnə əmənu ittəqullaha haqqa tuqatih və la təmutunna illə və entum muslimun." Ey iman gətirənlər, ey iman edənlər, Allaha qarşı ona layiq şəkildə sayğılı olun və yalnız müsəlmanlar olaraq ölün.